Əziz izləyicilərimiz, biz bu günlərin yenə də Azərbaycanımızın qonaqpərvər rayonlarından biri olan Samux rayonundayıq. Ən uzqar kəndlərindən biri olan Sarıqaya kəndindəyik. Sarıqaya kəndində biz çoxlu sayda dəfələrlə çəkilişlər eləmişik, Samux rayonunda çəkilişlər eləmişik və bu günlərim dünən gəlmişdik və dünən əməlim evdə olmadığına görə bu günlərim yenə də qayıtıb gəlmişik gözəl çəkiliş eləməyə. Həm kəndin ağsaqqalı, gözəl ata, gözəl baba, gözəl ziyanlı və gözəl biznesmeni sizlərə təqdim etmək istəyirəm. Mən bir daha sizi xoş gördük. Allah tanrısına uzun ömür, can sağlığı versin. Sağ olun. Adınız, soyadınız müəllim? Məmmədov Qərib Alşanoğlu. Çox gözəl. Qərib müəllim, neçə il təhsil sahəsində çalışmısınız? 48 il. 48 il təhsil sahəsində çalışmısınız. Samux rayonu Sarıqaya kəndində. 90'a kimi Qırğızstanda olmuşam. Bəli. 90'dan burada Sarıqaya'da. Burada çalışmısınız. Əlbayramlı kəndiydi o zaman. Bəli. İndi o O Sarıqaya. vaxt keçmiş Xanlar rayonu, yəni Göygöl rayonunun kəndi idi, Əlbayramlı kəndi idi. İndi isə Samux rayonunun Sarıqaya kəndidir. Çox gözəl. Müəllim, hansı fənn tədris eləmisiniz? Mən bədən tərbiyədən. Fiziki tərbiyəni. Çox gözəl. Şagirdlər, tələbələr, müəllimlər tərəfindən sevilən bir müəllimsiniz. Bütün şagirdlər, tələbələr sizin haqqında gözəl sözlər bildirdilər. Biz də ona görə sizinlə bağlı gözəl işlərə gəldik. Düzdür, insanı istəməyənlər də olur, mənfi sözlər də deyənlər olur. Amma biz bugün bura mənfi axtarmağa deyil, müsbət axtarmağa gəlmişik. İndi hal-hazırda neçə yaşınız var müəllim? 75 yaşım var. Allah ömür versin. 21 Mart'ta 76 olacaq. Ne olur Onda demək inşallah biz yubiləyə gəlmişik. 75 yubileydi. Allah ömür versin. O gün olsun sizin 80, 90, 100 yaşınız olsun. Biz də gələk gözəl çəkiliş eləyək müəllim. Allah təala uzun ömür, can sağlığı versin. Müəllim, biz bilirik gözəl atasınız, gözəl babasınız. Neçə övladınız var? 6 evladım var. 4 oğuldu, 2 də qızdı. Allah sağ olsun. Övladlarınızın adları nədir? Hamid, Xalid, Rəşid, Rafiq oğlanlar. Qızların da Kifayət, İdəyət. Sizin yolunuzu davam elətdirən təhsil işçisi varmı? Övladlarınızdan. Evlatlarımdan yox. Elə bil, bura gəldik, bir çətin vaxt oldu. Uşaqlar oğlanmadım amma nə tərdim, biri ustadır, biri kamaşoferidir. Bax belə, biri də qaçlar işləyir burada. Çox gözəl. Və nəvələr, neçə nəvəniz var müəllim? 26 nəvəm var. Ay maşallah, Allah ömür versin. Nəticə var mı? Var. 9'da da nəticə var. Allah ömür versin. O gün olsun, sizin kötücəmiz olsun. Biz də gələk gözəl çəkiliş eləyək. Çağdaş təhsil komandası olaraq müəllimə biz uzun ömür, can sağlığı arzu edirik. Arzumuz odur ki, müəllim inşallah biz müəllim haqqında gözəl çəkilişlərə gələk. Təşəkkür edirəm, minnətdaram. Çağdaş təhsil komandası olaraq müəllimə uzun ömür, can sağlığı arzu edirik. Sağ olun, hörmətli izləyicilərimiz. Bugün 2025-ci il 21 dekabr tarixidir və bu kadrlara 10 il, 20 il, 30 il sonra baxanda müəllimin nəvələri, nəticələri hər zaman müəllim haqqında gözəl işlər yadda saxlasınlar. Təşəkkür edirəm, minnətdaram. Çox sağ olun. Sağ olun.